4 həftəyə Auralin ilə daha ideal üz dərisinə sahib olmağın yolunu göstərirəm. Gün 2. Dünən paylaşdığım videodan sonra çox insan yazdı ki, dərimdə ən çox hansı dəyişiklikləri gördüyümü göstərim. Açığı əvvəllər məni ən çox diqqətimi çəkən problemlərdən biri də üzümdə olan məsamələr idi. Çox insan düşünür ki, məsamələrin görünməsi yalnız genetikdir və bunun qarşısını almaq mümkün deyil. Amma dermatoloqlara görə məsamələrin daha böyük görünməsinin bir neçə əsas səbəbi var. Dərinin elastikliyinin azalması, kifayət qədər nəmlənməməsi və dəri teksturasının pozulması. Bu zaman dəri tonu da bərabər görünmür və üz ümumi olaraq yorğun təsir bağışlayır. Son həftələrdə isə dəri baxım rutinimdə Auralin anti-age krem istifadə edirəm və nəticəni diqqətlə izləyirəm. Dəriyə diqqətlə baxanda ən çox diqqətimi çəkən şey dərinin ümumi görünüşünün daha canlı və balanslı olmasıdır. Samələr əvvəlki qədər diqqət çəkmir və dəri tonu da bərabər görünür. Əlbəttə ki, dəri baxımı möcüzə deyil və hər şey bir neçə günə dəyişmir, amma düzgün rutin və davamlı baxım zamanla dərinin görünüşünü ciddi şəkildə yaxşılaşdıra bilər. Challenge davam etdirirəm və dərimin vəziyyətində olan dəyişiklikləri sizinlə paylaşmağa davam edirəm. Əgər dəri baxımı mövzusu sizin üçün də maraqlıdırsa və bu challenge-in davamını görmək istəyirsinizsə, səhifəmizi izləməyi və dostlarına bu videonu göndərməyi unutma.